Həftəlik bürclər Qoç, Şiroxatan bürclərini 22 dekabrdan 29 dekabra doğru nələr gözləyir? Birinci Qoç, Şiroxatanlara baxaq. Biraz həftə qarışıq həftə olacaq. Qoçlardan başlayaq. Bu həftə qoçlar etdiyiniz səhvlərin üzə çıxması var. Etdiyiniz günahların üzə çıxması var. Biraz buna fikir verin. Çünki bəzi etdiyimiz səhvlərin elə bir bu həftə cəzalanması, bu həftə geridə qalmış bir nüansınız olacaq. Özünüzü ifadə edə bilməyəcəksiniz, haqlı olduğunuzu sübut edə bilməyəcəksiniz. Yarımçıqlıqlarınız sanki həftə boyu davam eləyəcək və özünüzlə necə edəcəyinizi, necə davranacağınızı, necə danışacağınızı, hansı istiqamətə doğru aktivləşəcəyinizi stabilləşdirə bilməyəcəksiniz. Bu həftə ən gözəl bir məqamda getməklə bağlı planlar qurursunuz. Şəhər olaraq, rayon olaraq, ölkə olaraq, maşınla əlaqədar, yolla əlaqədar nə istəyirsiniz, onları əldə edə bilərsiniz, planlar qura bilərsiniz, özünüzü stabilləşdirə bilərsiniz. Maddisal olaraq bu həftə bir balaca israf həftəsi olacaq. Yəni alqı-satqı ilə əlaqədar lazımdan çox maddisal sərf eləyəcəksiniz. Ailənizə ola bilər, özünüzə ola bilər. Burada nüans var bir balaca. Yenə deyirəm, dövlətlə, rəsmiyyətlə əlaqədar bəzi problemləriniz olacaq ki, onları da həll edəcəksiniz ayın 27-sinə qədər. Narahat olmayın. Sadəcə qarışıq həftədir. Səhvləriniz üzə çıxacaq, gizlətdikləriniz üzə çıxacaq, narahatçılıqlarınız üzə çıxacaq. Öz ruhsal enerjinizi stabilləşdirə bilmədiyiniz üçün boşluqda qalacağınız bir nüans olacaq. Amma baxmayaraq 68-69%-ə qədər həftənizi qurula edə bilərsiniz. Auravız bulanıq auradır. Yəni insanların da bir hərəsin gəlib sizə bir balaca, bir toxunuşu, bir mənfili, bir negativli olacaq ki, sizin stabiliyinizi pozacaq. Ox atanlar və şirlər. Şirlər keçmişdən gələn insan, keçmişdən gələn tanıdığınız bir insanların bu həftə sizə axını var. Sevgi olaraq, münasibət olaraq, iş təklifi olaraq, dostluq olaraq, fikirlər olaraq, psixoloji təsirlər olaraq sizə doğru aktivləşməsi var. Bu həftə şəxsiyyətlə bağlı tam istədiyinizi əldə edə bilməyəcəksiniz. Elə bir istədikləriniz bu həftə şirlər yarımçıq qalacaq. Özünüzü yeni bir alana doğru aparmağınız, özünüzü yeniləməyiniz çətin olacaq. Çoxdan da gözlədiyiniz pul, iş, təkliflər, maddisal sferə baxımından aktivləşməyiniz olacaq ki, sizin işinizi, sizin gedişatınızı uğurlu bir vəziyyətə sala bilər və şanslı nüansda aktivləşə bilərsiniz. Şirlər, bu həftə dostluğunuzun, düşməninizin kim olduğunu yüksək səviyyədə seçəcəksiniz. Yəni, kimin sizə necə yanaşdığını, hansı formada sizə doğru gələcəyini çox yüksək formada aktivləşdirməyə bacaracaqsınız. Yəni, hər puzzle-ın öz yeri olduğunu, hər daşın öz yeri olduğunu biləcəksiniz. Çox da böyük məntiqdən istifadə etməyə ehtiyac yoxdur, maddisalınızı stabilləşdirəcəksiniz. Sadəcə sevgi, diqqət o qədər çox tələb eləyəcəksiniz, istədiyinizi tam əldə edə bilmədiyiniz üçün küskünləşmiş bir vəziyyətdə qalacaqsınız. Şirlər. Həftənizi uğurlu edə bilərsiniz 76%-ə qədər, çünki maddisal enerjiniz aktivdir və sizi qidalandıracaq. Amma və lakin ox atanlara gələndə. Ox atanlar bu həftə o deyil, bu həftə lazımsız olduğunuzu, xəyanətə uğradığınızı, sevilmədiyinizi və gözləntilərinizin yarımçıqlıqda olduğunuz bəzi nüanslar olacaq. Balaca bir uşaqdan fərqiniz olmayacaq. İstəklərimiz, arzularımız, hərəkətlərimizin hamısı zaman çərçivəsinə doğru yarımçıqlıqda olacaq. Çünki bu həftə uçurum ola bilər, pul maddiyatla bağlı itkiniz ola bilər, maddisal gözləntiləriniz istədiyiniz formada olmayacaq. İstədiyiniz hər şeyi zaman çərçivəsinə doğru sağlam formada əldə edə bilməyəcəksiniz. Elə bir boşluqlarınız o qədər yüksək səviyyədə olacaq ki, həm maddi cəhətdən, həm insanları özünüzü ifadə etmə cəhətdən, həm valideynlərinizlə əlaqədar burada kritiklər var. Üst səviyyənin narahatçılığı var ki, özünüzü aktivləşdirə bilməyəcəksiniz. Bu həftə nəfsinizin qurbanı ola bilərsiniz. Bu həftə etdiyiniz bəzi sözlər və fikirlər, belə deyim də, öz nəfsinizə görə, öz istəklərinizə, öz mənciliyinizi aktivləşdirərək hər şey yarımçılığa doğru apara bilərsiniz, amma buna məncə ehtiyac yoxdur. Ümumi dəyərləndirsək, maddisal itki var, şəxsiyyətlə bağlı itki var, yediyiniz, içdiyiniz qidalara fikir verici gün mədərinizdə problemlər baş verəcək, onurğavıza doğru sinirsel toxumalarda problem verəcək, gözünüzlə əlaqədar problemləriniz olacaq. Bunlara fikir verin. Bu həftənin zəif bəndlərindən biri ox atanlar məncə sizlərsiniz. Çünki itkiləriniz mənəvi olaraq, maddi olaraq çox olacaq və harada dayanmaq lazım olduğunu siz stabilləşdirə bilməyəcəksiniz. 62%-ə qədər ox atanlar həftənizi uğurlu edə bilərsiniz. Həftəlik bürclər, balıq, xərçəng, əqrəb bürclərinin 22 dekabrdan 29 dekabra doğru nələr gözləyir? Balıqlar bu həftə bilirsiniz necə yaşayacaq? Çox monoton və mənasız bir həftə yaşayacaqsınız. Bəzi insanlar var, deyir içimdə narahatçılıq var, içimdə nəsə sıxıntı var, nəsə bir hadisə olacaq, nəsə bir problem olacaq. Bax, siz bu həftənizi elə yaşayacaqsınız. İçinizdəki narahatçılıq, içinizdəki yarımçıqlıq, içinizdəki şübhələrin elə bir cavabını tapa bilməyəcəksiniz. Daim boşluqda qalacağınız bir nüans olacaq. Amma buna baxmayaraq balıqlar bu həftə özünüzün sağlamlığı və ailənizin sağlamlığı ilə əlaqədar olaraq həkimlə, xəstəxana ilə əlaqədar bəzi problemləriniz olacaq. Bu həftə maddisal elə bir sıçramağa çalışacaqsınız, sürətli şəkildə geriyə doğru çəkiləcəksiniz. Yəni bu həftə bir balaca həyat, evrən sizi geriyə doğru çəkəcək. Yəni çox da ümidlənməyinizi, çox da aktiv formada güclənməyinizi istəməyəcək və şansınızı, özünüzün psixoloji yanaşmalarınızı zəifləyəcək. Ümumi olaraq
mənim xoşuma gəlmədi. Yəni balıqlar sizə bunu istəmirəm. Bu həftə duyğularınız da, bu həftə enerji hissləriniz də, bu həftə özünüzü dərk etməyiniz də, beyin düşüncə olaraq sənədlə, pul, maddiyatla, işlə qədər aktivləşməyiniz də çox zəif vəziyyətdir. Sanki özünüzün tarazlığını qura bilməyəcəyiniz bir həftədə olacaqsınız. Həftəni toparlaya bilsəz 68-71%-ə qədər bəlkə uğurlu edə bilərsiniz, amma mən o qədər də çox inanmıram. Çünki duruşunuz, psixoloji yanaşmağınız xoşuma gəlmədi. Xərçənglər isə bu həftə şanslılardan birisi. Çünki məhkəmə quracaqsınız, ədaləti bərqərar eləyəcəksiniz və istədiyinizi sağlam şəkildə hər kəsin layiq olduğunu ona doğru yönləndirəcəksiniz. Bəli, həftənin sonlarına doğru pul, maddiyat şanslarınız gələcək. Kim nəsə pul, maddiyat gözləyirsə, özünüzə yüksək formada gələcək. Bu həftə istəkləriniz üzərindən xərçənglər. İstəyirəm, mən əldə edirəm, istəyirəm, zamana doğru güclənirəm. Bu həftə istədiklərinizi yüksək səviyyədə əldə edəcəksiniz və bu həftə çox illüziya qurmağa ehtiyac yoxdur. Mən arzu xəyal qururam, elə bir şey yoxdur. Addımlarınızı sağlam və real şəkildə hərəkət etdirəcəksiniz və bunu rahat bir şəkildə yönləndirəcəksiniz. Sadəcə xoşuma gəlməyən boğaz nəfəs sisteminizdə, 4-cü, 5-ci çakralarınızda xoşuma gəlməyən problemlər var. Həkimlə və yaxud özünüzlə infeksiyayla əlaqədar olan narahatçılıqlarınız üstünə düşəcəksiniz. Maddisal qüvvəniz də düzələcək, şəxsiyyətlə də əlaqədar hər kəsin layiq olduğu etapına doğru yönləndirəcəksiniz. Bəli, 78-83%-ə qədər həftənizi uğurlu edəcəksiniz. Əqrəblər isə bu həftə kəskin qərar və doğru düşüncələrinizə görə bəli, həftənizi özünüz uğurlu edəcəksiniz. Mən ədalətliyəm, mənim şübhələrim var. Məni narahat edən səbəblər var, üstünə düşəcəksiniz. Hamısını məntiq olaraq, manipulyasiya olaraq idarə edəcəksiniz. İş kollektivinizdə, işbirliklərlə bağlı narahatçılıqlarınızın hamısını üstünə atacaqsınız. Qərarlarınızı çox düşünərək və ağıllı formada istiqamətinizi dəyişərək əqrəblər istədiyinizi əldə edəcəksiniz. Həftənin şənbə günündən, daha doğrusu cümə günündən şənbə günü və bazar gününə qədər şanslarınız, uğurlarınız, gözləmədiyiniz evrənin qorumasında yaşıl işıqda olacaqsınız və əqrəblər o içinizdə olan məntiqinizi, ağlınızı tam yüksək səviyyədə əldə edəcəksiniz. Çərşənbə axşamına qədər düzdür, yarımçıq olmağınıza baxmayaraq, oturub düşündükcə, planlarınızı qurduqca daha da güclənmiş bir etapda olacaqsınız və həftəni istədiyiniz kimi yönətməyə bacaracaqsınız. Gələn həftəyə doğru da gücünüzü yüksək səviyyədə toparlanmış olacaqsınız. Ümumi dəyərləndirsək, əqrəblər hardasa belə deyim də 86-88%-ə qədər həftənizi uğurlu edə bilərsiniz və məncə də uğurlu edəcək. Çünki istiqamətinizi dəyişməklə siz enerjinizi yeniləmiş olursunuz. Həftəlik bürclər Oğlaq, Buğa, Qız bürclərinin torpaq ünsürlərinin 22 dekabrdan 29 dekabra doğru nələr gözləyir? Oğlaqlar Günəş Oğlaqa keçid etdiyi üçün Oğlaqlar biraz istədiyim vəziyyətdə deyilsiniz, açıq-aşkar deyəcəm. Yəni Oğlaqların vəziyyəti o qədər də normal deyil. Çünki bu həftənin ən zəif məddlərindən məncə Oğlaqlardır. Oğlaqlar həm maddiyatla bağlı addım atacaqlar. Kreditə girə bilərlər, daha çox maddiyatla alqı-satqı enerjilərini bərbad vəziyyətə qoya bilərlər. Həm də gözünün qabağında olan şansları bu həftə iki şansınız olacaq ki, həmin şanslar bu həftə itirmiş bir vəziyyətdə ola bilərsiniz. Oğlaqlar buna ehtiyac yoxdur. Və həftənin sonlarına doğru həm sağlamlıqla, həm də özünüzlə bağlı elə problemləriniz olacaq ki, doğru istiqamətdə məntiq olaraq özünüzü aktivləşdirməyiniz zamana doğru boş olacaq. Yəni Oğlaqlar bu həftə dominant olacaqsınız, amma bu dominantlıq daha da sizi qabağa çəkə bilməyəcək. Daha da sizin emosiyalarınızı idarə edə bilməyəcək. Belə deyim də, sanki verilən şansları öz egovuza görə stabil şəkildə idarə edə bilmədiyinizə görə boşluqda olacaqsınız. Amma buna baxmayaraq öz bərpavınızı bacaracaqsınız. Çünki bilirsiniz necə vəziyyətdəsiniz. Mən hər şeyi çox gözəl bilirəm, anlayıram, doğru qərar verirəm. Bu səhv qərardır. Biz nə qədər də bilsək, yenə bilin, düşünün ki, hər bildiyimiz bir məqam daha azdır. Daha çox məlumat toplamalıyıq. Və bu həftə insanların mənəvi dəstəyi, insanların psixoloji olaraq sizə doğru dəstəkləri də məntiqi olaraq bunlardan da istifadə etməlisiniz Oğlaqlar. Çünki gedişatınız stabil vəziyyətdə deyil. Və Günəş sizə keçid dönəm eləyirsə, siz bundan istifadə etməlisiniz. Qapılar sizə doğru açılmalıdır, amma mən olmalı deyil. Bu enerji paylanmalıdır. Günəş paylayan bir enerji deməkdir. Və enerjinizi insanlara mübadilə olaraq paylamalısınız gələcəyə doğru. Xoşuma gəlmədi həftəniz və 62-63%-ə qədər həftənizi uğurlu edə bilsəz, Oğlaqlar böyük bir şeydir. Buğalara gələndə buğalar bu həftə özünüzün doğru olduğunu, var olduğunuzu sübut edəcəksiniz. Mən varam və mən haqlıyam və doğru istiqamətdə irəliləyirəm ki, bunu bacaracaqsınız. Bu həftə xəyanət, yalan, şübhələriniz o qədər çox olacaq. Dövrü eləyəcəksiniz. Hər kəsin maska olduğunu, hər kəsin sizə doğru səmimi şəkildə addım atmadığını hiss edəcəksiniz və doğru bir qərar verəcəksiniz. Çünki bu həftə insanların əsl simasını sanki buğalar görəcəksiniz. Bunu hər zaman görmə bacarığında deyilsə, amma bu həftə siz onu görmə bacarığında olacaqsınız. İnsanlarla şərikli işbirliyinə, şərikli danışıqlar, şərikli aktivləşmə heç bir şey etmirsiniz. Çünki
Kimlərinsə əl verdiyi bir iş sizi uçuruma doğru, qalibiyyətinizi daha da zəiflədib, hədiyyələrinizi parçalanmış bir şəkildə yönləndirəcək. Bu həftə insanlara məsləhət verə bilərsiniz, insanlarla danışa bilərsiniz, insanlara kömək enerjinizi öz-özə mübadilə olaraq aktivləşdirə bilərsiniz. Çox gözəldir. Valideynlərinizlə ən çox da ata enerjinizlə əlaqədar enerjinizin düzəltməsi. Çünki kişi enerjilərinizin ən gözəl bərpasını ata enerjinizlə düzəltməlisiniz və onunla da bağlı bir balaca narahatçılıqlarınız, sağlıqla əlaqədar problemləriniz olacaq. Pis həftə deyil, çünki bu həftə özünüzü dərk edib, özünüzün önəmli olduğunu biləcəyiniz həftələrdən biridir və bu yeni il ərəfəsindədirsə, demək öz sürətinizi daha çox artırmalısınız. Boğalar 72%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Xoşuma gəlməyən boğaz, nəfəs və necə deyim sizə, dodaq ətrafı olan problemlərinizdir. Bilmirəm nə baş verə bilər, amma həmin ətrafda göstərilən 5-ci çakradan aktivləşən enerjilərin negativliyi var. Bu, bilirsiniz, elə bir qıraqdan gələn infeksiya ola bilər, qıraqdan gələn müdaxilə ola bilər, sizin bədəninizə toksinləşmiş bir şəkildə təsir eləyəcək. Bu həftənin ən uğurlarından biri qız bürcüləri sizsiniz. Qız bürcüləri, qalibiyyətiniz hər zamandır. Dediyim sözlər yerini tapır, istəklərim hər zaman öz yerini tapır və öz istədiyinizi bu həftə yüksək səviyyədə aktivləşdirməyə bacaracaqsınız qız bürcüləri. Günəş sizin yanınızdadır. Bu həftə elə bir sizin üçün var. Kəskin hərəkətlər edəcəksiniz, kəskin addımlar edəcəksiniz, yolunuzu, istiqamətiniz, özünüzü, yəni tam mükəmməl bir həftənin içərisində ola bilərsiniz. Əgər bu həftənizi uğurlu edə bilməyən bəzi qız bürcüləri varsa, yüksələnlərinizə baxmalısınız, çünki yüksələnlər qarışdıra bilər. Bu həftənin problemi bilirsiniz nədir? Qərarsız olmağınız. Bir əlinizdə 2 qarpız tutmaq istəyiniz, bu isə normal istək deyil. Bunu stabilləşdirməz. Bir balaca da israfınız maddisal olaraq çox ola bilər, amma buna baxmayaraq özünüzü sevgi olaraq, istək olaraq aktivləşdirmək, yüksək səviyyədə gələcəyə doğru gedə bilərsiniz. Həftənin dalğasını tutmaq çox gözəl şəkildə bacaracaqsınız. Övlad, hamiləlik, ailə ilə bağlı problem olan qız bürcülər varsa, bunu özünüzdə düzəldəcəksiniz. Uğurlu bir həftədir. Həftəni belə deyim də 88-89%-ə qədər, 90% də ola bilər. Qız bürcülər həftənizi uğurlu edəcəksiniz. Həftəlik bürcülər 22 dekabrdan 29 dekabra doğru hava ünsürlərinin dolça əkizlər, tərəzi bürcüləri nələr gözləyir? Dolçalardan başlayaq. Dolçalar bu həftə o qədər emosional olacaqsınız. Yəni balaca bir uşaq kimi adicə bir söz sizə toxunacaq. Küskünlük, inciklik, fədakarlığınızın boşuna olduğunu bu həftə yüksək səviyyədə hiss eləyəcəksiniz və bu həftənin ən vacib məqamlarından, dolçalardan biri qərar verməyinizdir. Yəni transformasiya olunmalısınız, sıfırlanmalısınız, güncəllənməlisiniz, gələnlə doğru olan yarımçıqlar hamısını dolçalar bitirməlisiniz. Bu həftə ətrafınızda olan insanların pul, maddiyyatla bağlı mənfəət olaraq, israf olaraq, istifadə olaraq bunların hamısını görəcəksiniz və görməyinizə rəğmən maddisal israfınız normadan çox olacaq. Bəli, pulla, işlə əlaqədar gələnlə doğru şanslarınız, şans xəbərlərinizi ala biləcəksiniz. Çox uğurludur. Amma və lakin burada narahat edən bəzi məqamlar var ki, ailəvinizlə, şəxsiyyətinizlə, özünüzlə əlaqədar sağlamlıqla və bəzi verəcəyiniz qərarlarla əlaqədar çöküntü və peşmançılıq yaşaya bilərsiniz. Dolçalar dəyişim zamanıdır. Yaşadığınız eyni balotadan, eyni quyudan çıxma zamanıdır. Çünki 2026-cı ildə bu quyunu apara bilməyəcəksiniz. 2026-cı ildə o qədər belə deyim ki, retro vəziyyətlərin donmuşluğu olacaq ki, siz bu vəziyyətləri bu il ərzində, bu 2 həftə ərzində düzəldə bilməsəz, fevral ayından sonra özünüzü transformasiya etməyiniz, güclənməyiniz zəif olacaq. Bu həftənin ən vacib məqamı seçdiyiniz yol, insanlarla bağlı danışığınız və qərarlarınızı sıfırlayıb ya da ki, güncəlləməlisiniz. Sıfırlamağınız daha yaxşı, çünki bu həftə alacağınız bir balaca udar sizin hər şey dəyişməyinizə səbəb olacaq. Həftənin uğurlu zamanı 63%-dir, uğurlu faizi. Əkizlərə gələndə isə əkizlər maddiyyatı daha çox bu həftə çox problem eləyəcəksiniz. Bu həftə qərarsız, yəni konkret olaraq əkizlər olacaqsınız. Bir gün belə olacaqsınız, bir gün belə olacaqsınız. Özünüzü tam toparlama və aktivləşdirmə. Çox zəif vəziyyətdə olacaq. Amma ruhsal enerjilərinizi çox gözəl bərpa eləyəcəksiniz. Hardan olur olsun özümə lazım enerji varsa özümə doğru çəkəcəm və özümü gücləndirəcəm kimi bir aktivləşməyiniz olacaq. Ən çox əkizlər bürcün qadınları şansı olaraq, iş olaraq, karyer olaraq, vəzifə olaraq daha uğurlu bir məqamda olacaqsınız və istədiyinizi gücləndirməyə çalışacaqsınız. Monoton həftədir, yavaş-yavaş saat irəliləyəcək, zamanın keçmədiyini görəcəksiniz, biraz sıxılacaqsınız, olduğunuz yerə daralacaqsınız. Gələcəklə bağlı istədiyiniz kimi tam idarə edə bilmədiyiniz üçün qərarsızlığa düşəcəksiniz. Negativ həftə deyil, bu həftə pul həftəsidir və həftənin sonlarına doğru bəzi qərarsız saxladığınız, şübhə hissəsində saxladığınız nüanslara tam qərar verəcəksiniz və öz şansınızı, öz uğurunuzu ayın 29-una qədər bərpa eləyəcəksiniz, buna əmin ola bilərsiniz. Uğurlu bir həftə olaraq, amma sağlamlıqla bağlı bir söz deyəcəm. Bilmirəm, onurğa və qol hissələrinizdə oynaq da ola bilər. Bəzi narahatçılıqlarınız olacaq, bunlara fikir verməlisiniz. Ümid əyərləndirsə 74%-ə qədər, 75%-ə qədər uğurlusuz. Həftənin uğurlarından biri də tərəzilər sizsiniz. Sizi görəndə uğurlu olanda mən çox sevinirəm tərəzilər. Tərəzilər uğurlu olacaq. Çünki bu həftə ən çox ailə, uşaq,
hamiləlik, uşaq ürətmə, dünya uşaq gətirmə, sağlamlıqla əlaqədar güncəllənmə, estetik əməliyyatlar, nə istəyirsinizsə tərəzilər bu həftə sağlamlıq baxımından çox uğurlu bir məqamda özünüzü gəlişdirə bilərsiniz. Sevgi qapıları açılır tərəzilər. Qəlbinizdə olan sevgi, qəlbinizdə olan istəklər aktivləşir, özünüzü qabağa çəkməsiniz. Şans olaraq, uğur olaraq göstərməlisiniz. Həftə uğurlu bir həftədir. Həftəni 87% qədər uğurlu edə bilərsiniz. Tərəzilər. Burada narahat edən məqamlardan biri başqa bir məqamdır. Bir məqam var ki, özünüzə çox ciddi bir çərçivə çəkəcəksiniz. Bu çərçivə formasında özünüzü blokaja alacaqsınız və hər kəsi, hər şeyi qəbul etməyəcəksiniz. Bu mükəmməl qərardır. Amma insanların sizə qarşı təsirlərinin, manipulyasiyasının, ətrafınızda olan insanların təzyiqlərinə qarşı bir balaca zəifliyiniz, öfkə kontrolsuzluğunuz, əsəbiyyətiniz normadan çox olacaq. Emosiya və hisslərinizi gücləndirə bilsəz, pul cəhətdən, sağlamlıq cəhətdən, şəxsiyyətdən cəhətdən tam günəş enerjisində aktivləşib özünüzü gücləndirə biləcəksiniz. Bu mükəmməldir. Sadəcə olaraq özünüzün qurduğunuz blokajınızı gücləndirirsiniz, dəyən enerjilər, təsir edən təzyiqlər boşa çıxsın deyə. Sağlamlıqla əlaqədar boyun hissəmizdən, başımızın arxasından düz boynumuza doğru sıxılmalar, narahatçılıqlar var. Bacarırsınızsa beyin, qan damar sistemimizi, ozonoterapiyanı gücləndirməyə biz məsləhət görür. Yuxularınızı düzəltməyə məsləhət görür tərəzilər. Özünüzü bərpa edib gücləndirə bilərsiniz.